Yenə deyirəm, mən bu ikisiyle danışdım. Vəssalam. Mən oraya hesab elə belə necə deyirlər, gəldim ki, yəni onlara da bir sözümü deyim. Amma mənim orada heç bir nə səlahiyyətim olubdu, nə də mən onun nəyinsə qarşısını ala bildim. Ona görə ki, əmirlər var idi, göstərişlər və Nəcməddin Sadıqov bilavasitə burada iştirak edirdi. Əgər elədirsə, Aqil bəy, bax, bu uzun illər ərzində Nəcməddin Sadıqov niyə bu gün də həbs olunmuyor? Niyə məsuliyyətə cəlb olunmuyor? İndi hamımızı oturub burada bir-birimizi günahlandırırıq, o günahkardır, bu belədir, elədir, elədir. Daha nə vaxta qədər? Kimdir ölkədə prezident? Yoxsa bunu açıqlamaq istəyir ki, xalq bilsin də, hər bir kəsin, hər bir sənin də, mənim də, digərində məsuliyyətini xalq bilsin. Burada biz heç kimi yalandırmırıq. Burada sənədləri var, deyir. Bax, məsələn, Elxan Orucovun, bax, bu sənədlə gəlib bizə. Gözlü registrasiya nömrə, tarix də yoxdur, registrasiya nömrə də yoxdur. Boş bir vələtlə gəlib əməliyyat aparmağa. Əmr də yoxdur. Bunun əsasında şey gedir. Hə, görsün nə əmri var, nə registrasiya var, nə tarix var. Heç bir hüquq əsası olmayan bir sənədlə gəlib. General Mayor Mamedov. Məmməd Rəf Məmmədovun qolu var. Yəni, Caray bəy, belə bir, hamısı belə eləyib, amma son anda Yüksək və zabitə deyir ki, mən elə gəlmişdim də, oradaydım da, fiqaratan fiqara tut, o şeydəki kimi. Yəni elə orada da oldum, burada da oldum, orada da, amma... Bəs yaxşı, bu məhkəmənin nə əsası var? Axı, bax, məhkəmə bunlara bir cinayətçi qaldırmalı ki, o proses gedəndə ki, sən niyə, hanı sənin əmrin nömrəsi? Başa düşmədim, orada şəhid olan var, deyirsiniz 110 nəfər şəhid olub, 1300 qar uçqununa düşübdür və onun məsuliyyəti var axı. Hakim sual verir. İsa bəy, həmin ekspertizə rəyidir ki, bu Elxan Orucovun gəldiyi sənədin heç bir registrasiya nömrəsi də yoxdur, qeydiyyat nömrəsi yox, vaxtı yox, heç bir şey yoxdur. Burada buna sual verir ki, Böyük Vətən müharibəsi təcrübəsindən, 45-ci ilin təcrübəsindən, Qlavna Komanduyushi, yəni Stalin, belə bir metod eləyib. Onun bizə nə dəxil? Stalin kimə deyib, orada göndərirdi. Yəni, əsas olaraq Stalini burada şey göstərilir, mənbə kimi göstərirlər ki, elə o 2-ci Dünya müharibəsinə görə biz bunu göndərmişdə belə ola bilər. Onu kim deyir? Amma axıra qədər də Ali Məhkəmənin hərbi kollegiyası hansı əmrlə o müharibə başlayıb? Döyüş əmri ortada yox, nazirinin əmri yox, baş qərargahın planı yox. Heç bir şey yox, qəfildən peyda olur orada Elxan Orucov, Nəcməddin Sadıqov gibi, Salih İlyasovu da təyin edirlər, Salih İlyasovun da, burada bütün sənədlərdə var, heç bir səlahiyyəti yoxdur, indi eşidirsə məni bağışlasın, amma marionetka, yəni heç bir səlahiyyəti olmayan, orada Orucovun, Əmrovun əmrlərini yedirdi. Hakimlər kimidir, onlar nə deyirdi? Hakim Ali Məhkəmənin hərbi kollegiyasının sədr mavini və prosesə sədrlik eləyən Şahin Rüstəmov. Bəli, bu, İsa bəy, yəni şükür Allah, siz də, nədir, Tacəddin müəllim də sağsınız da, Allah ömrünüzü versin. Bax, burada imzalar da var. Bu hüquqi sənəd əsasında bizə hökm oxunur, amma bu müzakirə çıxarılmayıb. Bax, mən sizə göstərim burada, bax, bu qalınlıqda hökmdə bu sənəddən bir kəlmə söz deyilmir. Və bunun heç bir maddəsi də müzakirə çıxarılmayıb. Və sual olunur, kollegiyanın məqsədi nə idi ki? Bu məsələni müzakirə çıxartmayıb. Bax, burada belə bir şey var. Orucovun xəritəsindən göstərilir ki, 5-ci batalyona 15 kilometr müdafiə rayonu təyin olunub. Və siz qeyd eləmişsiniz burada. ETA Nifalimaya zadача. Batalyon üçün müdafiə rayonu 5 kilometrdir. Amma bunu kollegiya müzakirə çıxartmayıb. Bir tərəfdən mənə ittiham irəli sürür ki, əmri icra eləməmsən, o biri tərəfdən də burada, bax, bu sənəd təsdiq edir ki, 7 batalyon tapşırığını vermişsən, bu Nifalimaya zadача, bu nədən mən icra eləyə bilərdim? Bunu heç Jukov icra eləyənməzdi. Caray bəy, bu Tərtər faciəsi hamıya bəyənir. Və buna uyğundan qeyri-qanuni hökm verilib. Bax, bu hökm hamısı boş söz yığınlarından başqa bir şey deyil. Hamısı ziddiyyətli ifadələr. Özdən mən sizə bir söz deyim İsa bəy. Belə kameraya göstərir ki, İsa bəy, demək, bax, bu hökmdə Ürfət Əmirov ayın 30 yanvarda təyin olunub. Baş qərargahçı 1-ci müavin. Əməliyyatlara ümumi rəhbərlik eləyir.
və gəlib əməliyyat şahidlə tanış olur. Nazirə çıxır, nazirə özü yazır, bax burada yazılıdır. Deyir ki, Elxan Orucovu təcili geri göndərin, gəlsin öz zibillərini özü burada təmizləsin. Artıq hadisələr geri gedir, biz mövqəyə vermişik. Elxan Orucov siz alladıq. Və bu əməliyyatda bütün hamı bir-birini alladı, yuxarı eşalonunda. Hamısı alladı. Prezidenti də alladıqlar, Ali Baş Komandanı və naziri də hər tərəfdə ancaq yalanlar gedir. Gəray bəy, heç kəsi aldatmayıb əzizim. Hər kəsin hər şeydən xəbəri olub. Siz qurbanlıq idiniz. Kimisə günahlandırmalıydılar, kiminsə üzərinə atmalıydılar, kimlərsə həbs olunmalı idi. Yəni indi biz nə qədər araşdırsaq da, nə qədər araşdılar bu Tərtər faciəsini. Üzr istəyirəm, o qədər zabitləri məhv etdi. Nəcməddin Sadıxov niyə bu gün azadlıqdadır? Biz niyə qürbətdəyik? Biz niyə bax didərgin düşmüşük? İsa bəy, mən buradan İlham Aslanoğlu'ya da müraciət edirəm. Nömrəsini göndərsin, suallar verdi dünən. Sualları varsa, demək Gəray bəy nə sual istəsə verə bilər. Sizə nəyi soruşmaq istəyirdim? Elan, İsa bəy, bu sayla bağlı, bura tabor komandirləri gəlir. Tabor səviyyəsində biz müzakirə etdik və keçirik qərargah yəqin səviyyəsində. Sonra mən xahiş edəcəm, mən buradan müraciət edirəm 701 sayılı taborun 93-92-ci ildə döyüşən zabitlərinə ya tabor komandiri, 3 bölük komandiri, sağdırsa qərargah rəisi onlarla bir burada fikir mübadiləsi aparaq, tabor. Amma sizə o kəşfiyyatın rəisi sizə iradı yox, daha doğrusu sizin onlara dediyiniz irada cavabları var. İskəndərov. Mən xahiş edirəm, indi nömrəsi məndə yoxdur. Məndə qeydiyyat ala bilmirəm. Mən zəy vururlar, sağollaşıram, bir 50 dənə zək gəldi. Bilmirəm hansı nömrə ilə zəy vurublar. Agil bəy, mən izah edeyim. Ziddiyyətli bir fikir var sayla. Tabor komandirləri. Bax bu gün bunlar İsa bəy. 30 neçə il bundan qabaq yazıbsınız bunları? Bunlar hamısı deyil, bu da köhnə sənədlər hamısı. O sənədlər, o qeydiyyat neçə vaxt bundan qabaq yazıbsınız? Yox, bunu təzədən, o çoxdan yazılıb. Yox, o şəhidlərlə bağlı da yazıbsınız. İndi onda siz bilmirdiniz ki, Səngər TV-nin efirində biz bu söhbəti müzakirə edəcəkdə 30 il bundan qabaq yazıb, düzmü? Sizin taborun verdiyi şəhid sayı nə qədərdir? Bax, fikir verirsiniz buna, bax. Bəli. Görürsən, bu köhnə kağızlardan. Köhnə kağızlar. Efirə göstər, qoy baksınlar. Bax, artıq çığırlıq, görürsən, həlak olanlar. Bax, bunun hamısı işlənilib də, indi ümumiyyətlə, yəni bu da 500 nəfərin siyasi var, amma görükür belə yəqin ki. Mənə efirdə... Bax, burada həlak olanlardır, bax, belə həlak olanlardır. Mən o sənədlər zəhmət olması. Hörmətli rejissorumuz, bunu efirdən yaxınlaşdır. Bunun hamısı... Bu neçə il bundan qabaq yazılıblar? 32-33 ildə bu hamısı o qanla yazılıb da, bu sənədlər hamısı o dağlarda yazılıb. Bu burada yazılmıyıb ki, bu o vaxt yazılıb hamısı. Bax, hörmətli rejissorumuz bunları bir-bir sən yaxından verin. Bunlar artıq kağızlar da çürüyüb. Artıq bunlar çürüyüb. Kağız da çürüyüb. Bunu deyirsiniz neçə il? 30 il olar bunlar? Hədə 32-33 ildir. 33 il bundan qabaq. O dövrün sənədləridir də. Yəni söhbət ondan gedir ki, bu qeydiyyatlar aparılır, biz bunu aparmışıq. Və bütün bizim sualınız var. 701 sayılı briqadan bütün zabitləri bunu eləyiblər. İlham Aslanoğlu efirdə. İlham Aslanoğlu'dur İsa bəy. İlham bəy, salam, hər vaxtınız xeyir olsun. Canlıya qoşulmaq istəyirsiniz? Verin, qoyun tamaşaçılarımız da eşitsinlər. Buyurun. Deməli, mən sizi də qonaqlarınızla salamlayıram. Sağ olun. Allah yardımcınız olsun və elə əvvəldən də tamaşaçılarımızdan xahiş edirəm ki, Səngər TV-yə abunə olsunlar. Təşəkkürlər. Bəyənsinlər, paylaşsınlar, mütləq. Bu çox vacibdir. Çünki elə bir məsələ müzakirə olunur ki, həqiqətən də bu bizim keçmişimizdir və gələcəyimizin də gələcək tariximizdə həll olunması üçün çox belə müstəsna bir rol oynaya biləcək bir məsələdir ki, buna hamı indi təəssüflər olsun ki, heç min nəfər də hazırda səhv eləmirəmsə izləmir. Amma hazırda minlərlə soydaşımız izləməlidir. İnşallah ki, izləyərlər yəqin ki, biz də çalışarıq ki, əgər Röyanı Aygülü çağırsaq bura, başqa o şou düzəltəcək 10.000 adam baxar, eybi yoxdur. Tək ki,
1000 nəfər intellektli insan bizə baxır. Təbii. Və əziz izləyicilər, İlham Aslanoğludur. Çox üzr istəyirəm. Hörmətli tamaşaçılar, efirdə telefon bağlantısında İlham Aslanoğludur. Tanıyırsınız, araşdırmaçı, hüquqşünas. Yəqin ki, daha ehtiyac yoxdur demək ki, İlham Aslanoğlu haqqında təqdimat verməyə ehtiyac yoxdur. Buyur İlham müəllim. Gəray bəy də, sağ olun, təşəkkür. Gəray bəy də efirdədir. İsa bəy, Sadıqov efirdə, canlı bağlantıda. Nə suallarınız var? Deyirəm. Deməli, mən verilişin əvvəlindən suallarımı yazıb sizə göndərmişəm. Dünən danışdığımız kimi. Mən xahiş edirəm, onları orada elə Aqil bəy özünüz elan eləyəsiniz, Gəray bəy də, İsa bəy də cavablandırsınlar onu. Demək, üzr istəyirəm, görüm elə... Sualı versin də. Elə sualı bəlkə verəsiniz. Onu mən təkrar, deməli, elə suallarım ondan ibarətdir ki, mən deyim, siz qeyd edin, elə onu bir yerdə İsa bəylə Gəray bəy cavablandırarlar. Birinci, yaxşı olardı ki, mən WhatsApp-da sizə ora göndərmişdim. Aha, bax, burada var, bax, burada var, bax. Xahiş edirəm, onda keçib vəziyyətdə siz onu zəhmət olmasa elan edin, mən də sizi izləməkdə davam edeyim. Oldu, yaxşı, oldu. Sağ olun, sağ ol. Demək, 50-30, sonu 38. Demək, sual verir. Salam Aqil bəy, salamlayıram sizi, bütün tamaşaçılarımıza xahiş edirəm Səngər TV abunə olsunlar, bəyənsinlər və paylaşsınlar. Suallarım isə bunlardan ibarətdir. Sual 1. Murovdağ əməliyyatı konkret olaraq hansı müddətə davam etdi? Hansı əraziləri əhatə etdi? Yəni cəbhə xətti haradan haraya qədər müəyyən olmuşdu? Bu əməliyyatın başa çatması hansı tarixdə oldu və bu əməliyyatın nəticəsi Azərbaycan dövlət tərəfindən rəsmi olaraq necə qiymətləndirildi? Yəni, üzr istəyirəm, bax, burada bir sual yazır. Demək, bilirsiniz, burada nəyi soruşmaq istəyir?